Esselamu Aleyküm ve Rahmetullah. Əziz və möhtərəm qardaş və bacılarım, uca olan Allah cümlənizə bərəkət versin. Ramazanın gəlişi ilə ilgili olan bir çox yerlərdə olan hər il başımıza gələn bu ixtilafla ilgili qısa bir açıqlama vermək istəyirəm təkrar olaraq və tək ricam nəfsi kənara qoyaraq qəlb qulağı ilə dinləmənizi rica edirəm. Birincisi, əziz qardaşlar, bu ixtilaf Ramazanın giriş məsələsi, ayı görmək məsələsi və yaxud da Şaban ayının 30'unu tamamlamaq məsələsi sahabələrin dönəmindən bu yana bu ixtilaf davam eləyir. Ölkələrlə əlaqəli fiqh alimləri rəyləri bu ixtilaf davam eləyir. Bunu bilməmiz lazımdır ki, ilk öncə bu ixtilaf ciddi ixtilaflardan deyil. Yəni bu ixtilaf səbəbiyle bir adam bir rəy tutarsa o biri tərəfi zəlalət əhli görmür, o biri tərəfini bidətlə ittiham eləmir, yanlışlıqla əsla ittiham eləmir. Bu Ramazanın giriş məsələsi, ispat məsələsi bu məsələlərdən deyil kəsinliklə. Çünkü iki rəyin ikisi də mu'təbərdir əhl-i sünnəyə görə və burada biraz sonra deyeceğim meselelerde tamamıyla beyan olacak. Birinci onu bilmemiz lazımdır ki bu üzerine hüküm kurulan meselelerden biri değil. Bu bid'attir mi, onu eleyen günah mı eləyir, savab mı eləyir? Bu meselelerden değil. Bunu ilk önce bilmemiz lazımdır. İkinci mesele. Bu ixtilaf dört mezhebin arasında devam eləyir ve birçok alimler dört mezhebin dördündən de diyenler var ki eğer bir ülkede ay görünübsə, bütün İslam aləminə vacibdir ki, onların görməyinin əsasında onlar da orucu tutsunlar. Bir grup alimlər bunu deyir. Bunlar da mu'təbər alimlərdir. Dəlillərə girməyəcəm, məsələlər uzanmasın diye. İkinci rəy isə alimlərdən deyirlər ki, mataliələr, yəni ayın görünməyi, görünməməyi məsələsi ixtilaf olduğu üçün hər ölkə necə görürsə, hansı coğrafiya, məşriq, məğrib, şimal, cənub ne zaman görürlərsə və yaxud da görmürlərsə, Şabanı sahib tuturlarsa, hər ölkə öz gördüyündən muamele eləyə bilər. Bir ölkədə görünübsə, o biri tərəfə vacib deyil. Yenə bunu deyən dört məzhəbin alimlərindən də mu'təbər alimlər var. Ve deməli götürdüğümüz zaman görürük ki bu her iki tarafı destekleyen İslam ümmetinden büyük alimler var. Ondan sonra bunların da yine delilleri var. Yine delillere girmeyeceğim. Çünkü bu mesele dediğim gibi ictihad üzere kurulmuş meselelerdendir. Biz ise Müslümanlar, siravi Müslümanlar, elim tələbələr, coğrafyamızda yaşayanlar nece mövqeyə götürmeli? Bu meselelerde odur ki her zaman ehtiyat ve ümmeti birleştiren fetvaları götürmeye həris olmalıyıq. Bugün olabilir ki bugün yani bu danışarken ben bugün fevralın 18'idir. Bəli, Saudi Arabistan'da birçok Arabistan yarımadasında vesaire yerlerde ayı gördüklerini deyiblər ve oruç tutublar. Bizim coğrafyamızda, Qafqazda, Türkiye'de bu çevrelerde olan ülkelerde ise görünmediği deyilib. Ona göre de biz bugün oruç değil sabah oruç tutacaq. Belə ixtilaflı meselelerde biz bu Qafqaz bölgesinde olan millətlər olaraq, o coğrafiyada yaşayanlar olaraq necə hərəkət etməliyik? Yəni bugün Saudi Arabistan görüb diye bizim bir toplumumuz orayla gedib, bir toplumumuz orayla getməyib, necə mövqeyə götürməliyik? Burada Tirmizidə gələn bu hədisi göz önündə bulundurmalıyıq. Peyğəmbər s.ə.v Tirmizidə gələn hədisdə buyurur ki, oruç Müslümanların tuttuğu gündür, bayram Müslümanların ettiği gündür. Bu ne demektir? Yani oruç ibadeti bu cemaatla olan bir şeydir, Ramazanın orucu. Cemaatla oruç tutulmalıdır ve cemaatla bayram elinməlidir. Bir ölkədə cemaatın çoxluğu, dini qurumlar hansı fətva verirsə və yaxud da dövlət rəhbəri bir günü müəyyənləşdirirsə ki, deyirsə ki biz ya Şabanın 30'unu sayacaq görünmürsə və yaxud da ne de onun adı və yaxud da ay görəcək və yaxud da astronomik qaydaları hansı ki müasir alimlərdən də bir çoxu əslində bununla da yəni elmi inkişaf olduğu üçün bunu da nəzərə almaq olar diye fətva verir və yaxud da bunun üzərindən mi bir qayda qoyur. Bu şeyləri biz Qafqazlılar olarak, bu coğrafyanın sakinləri olarak nəzərə almalıyıq. Yani Müslümanların birliği, Müslümanların bərabərliyi, yaşadıkları ölkədə, yaşadıkları coğrafyada çoxluqla getmələri daha önemli mətləb daşıyır bugün ixtilafdan.
Oruyla mı tutaq, buruyla mı tutaq? Xeyr, sən ölkəndə, çünki sadəcə oruç tutmaqdan getmir söhbət. Sabah bayram da var. Bir gün ileri, bir gün geri tuturuqsa bir ölkədə 2 bayram qılınmayacaq ki, bir məsciddə 2 gün bayram olunmayacaq ki, bu gələn ümumi birliyə, bərabərliyə çağıran və bayaq dediyim hədisə müxalifdir əslində. Ona görə alimlər bu məsələdə olan ixtilafı belə ciddi, yəni üzərində böyük hökmlər qurulan ixtilaflardan saymayıb. Xüsusən də baxın, ölkənizlə gedin deyən, bu mənanı daşıyan fətvalar verən ümmətdə böyük alimlər var. Şeyxülislam İbn Teymiyyə, lap öndən başla, İmam-ı Nəvavi, İmam İbn Abdülbar, Şeyxülislam İbn Teymiyyə, İbn-ül Qayyim, ondan sonra müasir alimlərə baxsaq, Şeyx Albani, ondan sonra Şeyx İbn Baz, Şeyx İbn Ütheymin, Şeyx Abdülaziz Əl-Şeyx, Şeyx Salih el-Fovzan və bir çox müasir alimlər də var ki, fətva verirlər ki, siz öz ölkənizlə gedin. Öz ölkənizdə dini idarə və yaxud da rəhbərlik və yaxud da müsəlman toplumları, imamları, etibarlı insanlar nəyi məsləhət görürsə, onunla gedin. Çünki tək bu da Ramazan deyil, bizim bərabər bayram keçirməyimiz var. Ondan sonra bərabər etikaf eləməyimiz var. Bərabər bu dini şuarı ucaltmamız var. Bu şeylərin hamısını nəzərə aldıqda müsəlmanların kəlməsinin birliyi, bədəninin birliyi, qəlblərinin birliyi, ibadətinin birliyi, sevinclərinin birliyi, bunların hamısını nəzərə aldıqda onu öne sürməliyik ki, biz öz ölkəmizlə coğrafiyamıza getməliyik bu mətləbləri həyata keçirmək üçün. Başqa ölkədə görünübsə, bizim olduğumuz yerdə bu fətva verilməyibsə, orayla gedib milləti parçalamaqdansa, orayla getməyib millətlə, cəmaatla bu məsələdə getməmiz ən doğru olan mövqeydir. Bayaq dediyim alimlərin ən etibarlı alimlər olduğunu da bilirsiniz və bunların da fətvaları kitablarında açıq-aşkardır ki, ölkənizdə olan fətva ilə cəmaatın çoxunun getdiyi ilə gedin, bu ən uyğun olandır. Allah cümlənizə bərəkət versin. Allah'a emanet olun. Selamun aleyküm ve rahmetullah.